Ulu Önder Heydər Əliyev günü həsr edilmiş Sarıvat Bilik Klubu'nun final mərhələsini izləyəcək. Finala 56 komanda içərisində 2 komanda vəsilə edilir. Bunlar Yenikən və Mizək və Sağlı və bir sayılı komanda məktəbinin birinci komandasıdır. Komanda üzvləri bu tərkibdə döyüşəcəklər. Yenikən komandası Əksər Amalisi Mustafa Yılakülər Yahya İlhar və komanda kaptanı Şahbazov Səyid Sabir bir komandası Qurbanlı Nəmin Müştəriyeva Zeynəb Quleyeva Hədizə İlçinoğlu Canan və Əlizadə Saul. Bir xal dəyərində birinci sual. Uşaqlıqda danışmaqda çətinlik çəkən, dil açandan sonra yavaş danışan Einsteynin anası və atası onun xəstə olduğunu düşünürlər. Lakin o, 9 yaşında ailə şamillərkən səssizliyini pozadan deyir. Yemək çox istəyir. Bəs buna təəccüblənən valideynlər ondan niyə bu vaxta qədər danışmadığını soruşduqda uşaq onlara ansızı ol verir. Birinci saniyə qamada səhv etsə də ona söyləyəcək. Bir dəqiqə, mikrofon yavaş qal. Söndür ya. Yemək soğuk idi. Bəli, yemək soğuk. Hal-hazırda da burada həmin vəziyyətlərəm. Diqqət. Çexlər 7 dağın arxasında, 7 çayın arxasında. Ukraynada uzun müddət əvvəl İsveçlilər bir vaxtlar sözləriyle başlayırlar. Bəs biz hansı sözlərlə başlayırıq? Vaxt. İlk saniyə, qamana səhvlardan işlətisini edilir. Bu sualın özüm cavab verəcəm. Dağlılara, yəni biri var idi, biri yox. Biri var idi, biri yox idi. Qamanalardan gözü var idi, digərini yox idi. Bir sənə hesablara verəcək. Bir. Diqqət, sual. İlk hamləyəndə. İspaniyada belə deyirlər. Fil çalarak su içmək olmaz. Biz bir sarıvaraq olaraq bu vəziyyətə nə deyirik? Vaxt. İlk saniyə, qamana səhvlardan işlətisini edilir. Sonra müzədə istərsiniz. Buyur. Su içəlimə deyməz. Xeyr, qamana sizi edilir. 5 qaldı. 55 saniyə. Sabit qamana sistem. Sualın xəlifəsini təkrar. Sualın xəlifəsini təkrarlayaq. İspaniyada belə deyirlər. Fil çalarak su içmək olmaz. Biz bir sarıvalı olaraq bu vəziyyətə nə deyirik? Yeriyərək su içmə. Xeyr, biz deyik ki, bir dədə 2 qarpız tutmaq olmaz. Yəni, bir eyni anda 2 şəkil görmək olmaz. Sarıvalı qarpız, növbəti sualın dəyəri 62 qalır. Məşhur velosipedçi Lance Armstrong velosipeddən yıkılmaktan qorxanlara nəyi məsləhət görürdür? Vaxt. İlk saniyə komanda səhvlardan işlərisini bitəcək. Bu sualı Zeynəb cavab verəcək. Pedal çevirməyə davam etmək. Xeyr. Setirdi. Sizin 4. Bu digər komandaya başlayın. Zeynəb, sizin 4 sualınız. Yenikən komandası. Səfəsən bu sualı mənim üçün təşəlli edir. Yaxşı. Məşhur velosipedçi Lance Armstrong velosipeddən yıkılmaktan qorxanlara nəyi məsləhət görürdür? Bir sürmür. Bir sürmür. Çiğdə olmalı. Velosipeddən yıkılmaktan qorxanlara destekləyin. 3-1 Yenikən komandasındadır. Diqqət, bir kavrayanına sorulur. Bir filosofa görə qadına azadlıq vermək istəyirsənsə, bu otağı
geniş verməlisən. Aram, bax. Aram, bax. Demişəm, komandası hesab arasındakı fərqi ata bilər. İlk saniyə, səylik, ikinci operasyon. Özünüzü operasyon. Məhbəs! Növbəti sual, bir xal dəyərində. Sizin 3 sual olacaq. Birinci. Alimlərin araşdırmalarından sonra məlum olur ki, hər bir canlı bir söz yoxlanır. Hətta bunlar da nələr? Sağlı məktəbi səhv cavabları iştirak ediləcək. 2 saniyə. Qalışını səhv etməyin. Müəllim. Hətta bir uçların özü belə. Hətta bir uçların özü belə. Dörd kişi hesab arasındakı fərq azaldı. Dörd kişi hesab arasındakı fərq azaldı. Növbəti sual bir xal dəyərində. Bir futbol maçında bir oyuncu hakim Melvin Silvestri təliyir. Epizodların birində isə bu oyuncu hakimi daha güclü şəkildə tələdir. Emosiyalardan hakim çıxa bilməyən hakim bu oyuncunu vurdu. Bəs bundan sonra hakim nə edir? Baxmayın şiddətli olmasın. Yeni kəl. İlk saniyə. Buyur. Özünə hakim olunur. Özünə hakim olunur. Zavisədir. Komanda sizə 5 şartı götürür. Komanda yoxsa 3 nəfərə davam edəcək. Bu saatın komandası O özünə qırmızı kart göstərir. özünə qırmızı verir. Sizin 2 puanınız var. Avstraliyanın yerində ölkənin simvolu kimi kenguru və emu təsvirləri yer alır. Bunun birinci səbəbi bu canlıların əsas yaşayış məskəninin Avstraliya olmasıdır. İkinci səbəbi isə onlar Avstraliyanın inkişafı və ancaq ileriyə doğru hərəkətini simbolize edir. İkinci səbəb bu canlıların hansı xüsusiyyətindən qaynaqlanır? Vaxt. Yemkən qavalıyır. Geriyə doğru gidebilirler. Necə? Kengurlar geriyə gidebilirler. Kengurlar geriyə gidebilirlər. Ancaq onlar bu heyvanlar ancaq ileri gidilir. Sual. Azər Salahlının Neftçi qrubundan İmişli qrubuna keçdiyinə əsb olunmuş bir yoxsaqda qeyd olunur ki, futbolcu qara qızılı buna dəyişdi. Nəyə? Vaxt. Sual məktəbi? Suallar üçün cavab verəcəm. Ağ qızıl. Ağ qızılara Ağ qızılar edəcək. Sabah bir fərq azaldı. Gəlin bir final izləyirik. Bir xal dəyərində bir sual. Cenevra Konvensiyasına əsasən bu hal istisna olmaqla digər hallarda əsirləri öldürmək qadağan olunur. Məhz bu səbəbdən əsirlikdən geri dönən əskərlərin əksəriyyəti sonradan cəbhəyə yollanmadılar. İstisna olunan halı deyil. Vaxt. Yemkən, ilk saniyə. Sabır qızları sizlərə cavab verir. Süzayət. Ən yüklü. Xeyr, komanda yenidən sizdirir. İlk saniyədə cavab vermək adresi var. Siz Əgər öz əskər yoldaşını satarsa, yəni ona da onu verirsin. məsələ var.
bir əskər əsir düşərsə, ona öldürmək qadağan deyil. Bir halda istisnadır. Həmin əskər ikinci dəfə əsir düşüydü, onu öldürmək olar. Ona görə də əsirlikdən geri qayıdan əskərlər bir də cəbhəyə getmirlər ki, ikinci dəfə əsir düşməsində. Çünki ikinci dəfə əsir düşürlər öldürüləcəkdir. Komandaya bir iştirak gəlir və növbədə sualın dəyəri qalxılır ki var. Yenikən komandasının sualı üçün cavab verməklə qalib verə bilər. Dişi göyərçin başqa bir göyərçini görməsə yumurtlaya bilmir. Bəs bir dənə dişi göyərçini saxlayanlar bu problemi necə həll edirlər? Vaxt. İki hallərdə bir sual, sahabi komandası ilk saniyə. Sualların cevap verin. Gəlməsin gücü qoyulur. Gəlməsə gücü qoyulur. Bir hal dəyərində sual və yetişən komandası bu sualın mütləq düzgün cavab verməlidir. Sual. Bir hal dəyərində. Sabir komandası bu sualın düzgün cavab versə, yarışın qalib olur. Eyfel qüləsini görmək istəməyən və bu tikildən azılı gələn bir nəfər şəxs səhər yeməklərini həmişə Eyfel qüləsinin altında olan restoranda yiyir. Bunun səbəbini izah edib, vaxt. Sabir komandası Sualın yenə cavab verirəm. Eyfel qüləsinin içindəki restoranda yiyir. Çünki şəhərdə Eyfel qüləsinin görünmədiyi tək yer Eyfel qüləsinin. Bəli, Sabir məktəbinin bir nömrə komandası bu böyük turniri Naligər Başqabının qalib gələn komandasına alışlayırlar və daha böyük almışsa yenidən komandasına çıxıyor. Ümumili bir dəqiqədə yığılan mühəssib edilmiş bilim kubok yarışında 3-cü yer ona görə tərtib edilir. Əliyeva Fatimə. Abdullayev Abdullah. Nazlı komandası. İskender Abdullah. Nazlı komandası. Aziz Baba Zeynep. Nazlı komandası. Akisar'da Arkat. Nazlı komandası. Əhmədzade Rəsul. Bizə Kaç yaptı? Rüstəmli Nicat. Bizə Hamidov Mirmekli. Bizə ikinci kanal. Burada da yazsın. Məəvəmli Minayə. Bizə qəsarətli bir kanal. Abdullahzade Fidan. Bizə qəsarətli bir kanal. İkinci kanal. İkinci yerdə.
Və yarışda ikinci yerə sahib çıxmış Yenikənd komandasının oyunçuları. Mustafa Gülər, Yenikənd komandası. Yahyayev Nihat, Yenikənd komandası. Ekberova Aysel, Yenikənd komandası. Quluzadə Fücaya, Yenikənd komandası. Və Yenikənd komandasının kaptanı Şahbazov Seyid. Qurbanlı Nərmin. Birinci komandası. Niftaliyeva Zeynep, Güzel Şekanlar'ın sarılamadaki birinci komandası. Uliyeva Xədicə, Güzel Şekanlar'ın sarılamadaki bir nömrə komandası. Kenan İlkinoğlu, Güzel Şekanlar'ın sarılamadaki bir nömrə komandası. Və bu Kubok'un qalib komandasının kaptanı Əlzadə Zavud. Güzel Şekanlar'ın sarılamadaki bir nömrə komandasının kaptanı. Güzel Ekber Sabir'ın bir saatten orta mektebi bir nömrəli komandasına qalib yarışda qaliblərliyi üçün əlavə hədiyyələr təqdim edilir. Çok sağ ol. Bunların devamlı olsun her zaman. Çok teşekkür Duyacağım da çok. Növbəti ad soyad ederim. Niftaliyeva Zeynep. Ha, var. Oğlanlardan. Gözleri geçen kaldır gözler. Görme kaman. Sonda bütün Heyette. Tamam heyette düzülsün. Dilekçen bir şey. Gelin dilekçen inşallah.